IFRS 18'den danışaq. IFRS 18-i biraz sizə mention eləmişdim, yadınızdadırsa. Əvvəlki dərslərdə biz IFRS 18 ilə bağlı ümumiyyətlə biraz danışmışdıq. Gəlin görək ümumiyyətlə IFRS 18 nəyə görə var? Bir də IFRS 18-in gətirdiyi dəyişikliklər hansı dəyişikliklər bizdə imtahanda gözlənilir və s. və axır olaraq danışaq. Gənclər, deməli IFRS 18 keçən il deyəsən 2024-ün aprelindən artıq elan olundu ki, biz IFRS 18-ə keçirik. IFRS 18 köhnə IS1 standartının zadiyyadıcadır. IS1 standartını əvəz edəcək, bir nömrə standartının əvəzində bir növ IFRS 18-i artıq istifadə edəcəyik. IFRS 18 2027-ci ildən tətbiq olunmağa başlayacaq. Hələ ki, tətbiq olunmur IFRS 18 şirkətlər tərəfindən, amma ACC sağ olsun, indi silabusa salıb ki, oxuyan tələbələr məlumatlı olsunlar IFRS 18 ilə bağlı ki, gələcəkdə rahat tətbiq edə bilsinlər. 2027 onsuz biraz az vaxt qalıb artıq. Bu IS1-in əvəzinə. Ümumiyyətlə, burada ümumi bir nəyə görə IS1-i dəyişdilər və s. Onlar indi nəzəri hissələrdir. Normalda çalışırlar ki, ümumi bir müqayisə oluna bilən maliyyə hesabatları hazırlasınlar, maliyyə hesabatları bir-birinə bənzəsin. Ona görə çalışırlar ki, ümumi bir format hazırlasınlar. O formatı istifadə edib investorlar daha düzgün qərar qəbul etsin. IFRS 18-in gətirdiyi dəyişikliklər hansılardır? F7 üçün dəyişiklikləri deyəcəyik. F7-də SBR-da da əlavə pointlər var. Strateji Business Reporting paper'ında. Onlar ümumiyyətlə lazım deyil bir dəqiqə sizə. Onun gətirdiyi dəyişiklikləri F7 səviyyəsinə baxaq görək hansılardır. Əsas dəyişikliklər nədən ibarətdir? Statement of Profit and Loss-da və Cash Flow Statement-da xırda dəyişikliklər var. Profit and Loss-da daha böyükdür, düzü. Amma Cash Flow Statement-da xırda dəyişikliklər var. Əvvəl Cash Flow-da biraz sual yaradan məqamlar var idi. Nəyi harada qeyd edək? Bax, o hissələr biraz daha da rahatlaşır. Gəlin baxaq görək ümumiyyətlə nə baş verir. Birinci P&L-dən başlayaq. Sağ olsunlar, P&L-i nə ediblər? P&L-i dəyişdiriblər, P&L-i 5 hissəyə bölüblər. 5 dənə kateqoriya. Statement of Profit and Loss-u 5 dənə kateqoriya bölüblər. Əvvəlki formatımız yadınızdadır da, biz nə edirdik? Revenue yazırdıq, sonra Cost of Sales yazırdıq, sonra Gross Profit yazırdıq, sonra administrativ xərclər, digər xərclər və s. və yazırdıq. Sonra Invest Income, Finance Income falan nə var idi? Income'ları qeyd edirdik. Sonra adını nə qoymuşduq? Ondan sonraki hissədə. Profit Before Interest and Tax qoymuşduq adını. Ondan sonra interest expenseləri, finance costu və s. və yazırdı ora. Alırdıq Profit Before Tax-i. Arıcılığı yadınızda deyim ki. Profit Before Tax-i alırdıq, sonra Income Tax Expense-i qeyd edib, Net Profit alırdıq. Ondan sonra da Other Comprehensive Income-ı qeyd edib, ondan da Total Comprehensive Income-ı alırdıq. Okay? Burada isə biraz dəyişib. Nə dəyişib, nə deyir? Bir, Profit and Loss 5 dənə kateqoriya böl. Operating Category, Investing Category, Financing Category, Income Tax Category, bir də ki, Discounted Operation Category. Nədir bu? Biraz şey oxşuyur, fikir verin, Cash Flow Statement-a. Operating, Investing, Financing aktivitələr yadınızdadır. Biraz o formata gətirib çatdırıblar Statement of Profit and Loss-u. Əlavə Income Tax Category sadədir, Discounted Operation Category ayrıca danışacaq. Burada indi nə demək istəyir gənclər? Gəlin sadələrdən başlayaq. Income Tax kateqoriyada biz ancaq Income Tax rəqəmini görəcəyik. Income Tax Expense rəqəmini. O, əvvəlki formatı yadında salın. Nə idi? Profit Before Tax, sonra Income Tax Expense, sonra Net Profit yazılır, yes. O Income Tax Expense hissəsi var, ha. O düşür Income Tax kateqoriya. Income Tax kateqoriya. Discontinued Operation kateqoriya ən sonuncu kateqoriyadır. Statement of Profit and Loss artıq. Buradaydı məsələn adından gördüyü kimi Discontinued Operation-dan bağlı yaranan müsbət mənfi rəqəmləri atacağıq ora. Yəni bu IFRS 5 keçdi, Non-Current Asset Held for Sale, Discontinued Operations. Bax, orada yarana biləcək müsbət mənfi rəqəmləri artıq atasız hara? Discontinued Operation kateqoriya. Bu ayrıca bir kateqoriyadır, ən sonda olacaq. Birazdan göstərəcəyik vizual şəkildə. Geriyə qalır bu 3 dənə kateqoriya. Nisbətən bunlar daha böyükdür. Financing, Investing və Operating kateqoriya. Financing kateqoriyada nə görülür? Adından görürsünüz yəqin ki, Financing kateqoriya. Nə görünür sizcə? Financing kateqoriyada P&L-də nə görünür? Financing ilə bağlı yaranan
xərclərimiz. Financing ilə bağlı yaranan xərclərimiz normalda finance cost olur, yes. Demək olar, bütün finance costlarımızı atacağıq financing kateqoriyaya. Bəs investing kateqori nədir? İnvestisiya ilə bağlı yaranan müsbət rəqəmlər, mənfi rəqəmlər. Burada böyük ehtimalla investment income olacaq. Investment income. İndi bu 4 kateqoriyanı danışdıq. Bu 4 kateqoriyada olmayan nə varsa hamısını düşəcək operating kateqoriyaya. Məsələn, baxırsınız hansısa bir item. Aşağıdakı 4 kateqoriyadan heç birini yaza bilmirsinizsə, avtomatik operating kateqoriyaya düşür. Operating kateqorini belə yadda saxlaya bilərsiniz. Burada yazıb özü. Operating category is used for income expense which are not classified in one of the other four category. Yəni başqa 4 dənəsində olmayan nəsə varsa götür at operating kateqoriya. Bir növ şeydir də bu. Geriyə nə qalırsa hamısını atırsınız. İfadəni istifadə etmək istəmədən hamısını atırsınız oraya. Income tax kateqoriyada income tax expense və income olur. Bu yəni IAS 12-də alırdığı o income tax expense. Onu götürüb atırıq bura. İndi expense də ola bilər. Bəzən olur ki, income tax'iniz müsbət rəqəm olur. O da olur praktikada. Ona income tax benefit deyirik də adına. Expense yox, benefit qoyacaq. O da gəlib bura düşəcək. Sonra discontinued operation category is used for income and expenses arising from discontinued operation as defined by IFRS non-current assets for sale and discontinued operations. Bunu danışdıq. Investing kateqoriya bir dən baxaq. Burada ümumiyyətlə elə yazıblar ki, sizdə F7-də keçdiyiniz hissələrlə bağlı. Yəni F7-də keçmədiyiniz nəysə buraya yazmışlar. Yəni F7-dən bildiyiniz hissələr buraya yazıblar. Məsələn, investment in associate. Yadınızdadır, share of profit from associate yazırdıq. Bir dənə line idi, yadınızdadır. Share of profit from associate. Associate equity accounting eləyəndə orada yaranan müsbət rəqəmləri, mənfi rəqəmləri götürüb atırdıq P&L-ə. Deyə bu investment income-dır. O baxın gəlib düşəcək hara? Investing kateqoriya. Okay? Sonra cash and cash variantda müsbət mənfi rəqəmlər yarana bilər. Məsələn, cash'in nə ola bilər? Cash'in məsələn mənfi rəqəm nə ola bilər? Cash'ə IFRS 9-a görə financial instrumentlərdə expected credit loss hesablayırıq bəzən praktikada. Bax, o yarana biləcək müsbət mənfi rəqəm var. Expected credit loss indi mənfi olacaq. Cash-la bağlı. Götürüb atacaq onu hara? Investing kateqoriya. Yəni sizdə imtahanda yəqin ki, bununla bağlı çox bir şey görməyəsiniz. Əsas investment associate bu ehtimala çox düşəcəksiniz. Other asset if generated a return individually, largely independently of the entity's other resources. This will typically include debt and equity instrument and investment properties. Bu bir sanat istədik gənclər. Biz məsələn gedib IFRS 9-da financial instrument alırdıq. Debt equity instrumentlər deyə burada fair value through profit or loss metodu istifadə edəcəyik. Fair value through profit or loss hesablayanda, metod istifadə edəndə orada müsbət mənfi rəqəmlər yaranır da. O rəqəmləri də götürüb atmalısınız investing kateqoriya. Okay? Bir də investment property aydı məsələn. Investment property bizdə investisiya mülkiyyətidir. Biz investisiya edirik ki, orada müsbət mənfi rəqəmlər yaransın. Müsbət rəqəmlər yaransın da capital appreciation olsun. Bax, orada yaranan müsbət rəqəmi atmalıyıq hara? Investing kateqoriya. Bir də adından göründüyü kimi də nəyəsə investisiya edirsiniz. Yadda saxlayın. Associated investment, cash investment, investment property və other equity instrumentləri, debt instrumentləri olan investmentlar bizə sayılır investing kateqoridən. Razılaşdıq? This means that income expense such as interest dividend in relation to investment, rental income, depreciation, gain or loss on disposal in relation to investment property. Yəni investment property-dən yarana biləcək müsbət mənfi rəqəm. Rental income-dır, depreciation-dır, investment property-nin depreciation. Satışına yaranan gain loss-dur. Onlar hamısı düşəcək investing kateqoriya. Sonra investment-dan bağlı yaranan əlavə interest income ola bilər, dividend income ola bilər. Onlar gəlib düşəcək investing kateqoriya. Bir də ki, associate-dən yaranan müsbət mənfi rəqəmləri də deyir investing kateqoriya. Burada yadda saxlayın gənclər. Bu üçüncü bənd var. Burada investment property nəzərdə tutulacaq. Property, plant, equipment-ın müsbət mənfi rəqəmi bura düşmür. Property, plant, equipment-ın müsbət mənfi rəqəmləri, yəni onun depreciation-ı, gain-i, loss-u, on disposal var. Onlar gəlib düşəcək bizdə operating activity. Sorry, operating kateqoriya. Operating kateqoriya. Financing category isə some liability arise from transaction which only involve raising finance. Aydın məsələn, financing, maliyyələşirik. Maliyyələşmə ilə bağlı yaranan rəqəmlər.
Nə deyir? Məsələn, bank loandan, loan notdan yaranan müsbət mənfi rəqəmlər, ə, onların recognitiondan yaranan rəqəmlər və s. və hamısı gəlib düşür financing kateqoriyaya. Burada hətta lease liability olmalıdır məncə bir dənə bu xarabanda. This income expense include items such as interest expense and also dividend declared issued shares which are classified as liability. Yəni liability olan var da bizdə. Liability olan məsələn loan note'dur, bank loan'dur, debenture side vardı, redeemable preference şeylər vardı, sonra bond vardı. Bunların müsbət mənfi rəqəmlər hamısı gəlib düşməlidir financing kateqoriyaya. Some liability arise from transactions which do not involve raising finance. For example, lease liability. Görürsünüz? Lease liability, decommission provision, interest expense for lease liability, including unwinding of discounting, are also reported finance category. Yes. Lease liability'nin finance costu da deyir. Götür at. Financing kateqoriya. Sonra decommission dismantling cost'un finance costu vardı. Yadıcadır. Finance costu hesablaydı o provisionlarla bağlı. O provision'ın bir finance cost'unu da götür at. Financing kateqoriya. Interest expense'i də danışdıq. Bunlar belə. As a result, issue of IFRS 18, statement of profit loss is most likely be more detailed and include additional line items. However, it's not considered significant impact to prepare or present. Yəni burada deyişik yəni sizin fikirlərinə çox böyük təsir edəcək, amma sizdə imtahanda çox ciddi təsir eləməyəcək. Əlavə line'larda hansı ki line'ları nəzərə almalısınız, bilməlisiniz. Okay. O formatı onsuz aşağı yuxarı sizdə imtahanda verəcəyimdir. Baxın, burada format var əslində. Və imtahanda onsuz işləyəndə sizdə məsələn section C-yə düşə bilər də daha çox bu hissə. Section C-yə düşəndə avtomatik o formatı siz onsuz template'in özündə görəsiniz. Per question yazıldığı rəqəmləri götürür. Yəni, o per question'da onsuz rəqəmləri görəsiniz. Oradakı formata baxa bilərsiniz. Sadəcə bilməlisiniz ki, əlavə məsələn notlarda tutaq ki, sizə versə ki, atıram, məsələn nə olub? Notlarda versə məsələn lease liability finance costunu qeyd elə. O finance costu hara qeyd eləməlisən? Gətirib financing kateqoriya atmalısın artıq. Yəni, profit before financing tax-lə profit before tax arasındakı rəqəmi hissəyə qoymalısın. Yəni, bilməlisiniz ki, nəyi hara qoymaq lazımdır olaraq. Burada əlavə bir dənə nə var? Deyir ki, bu update ilə əlaqəli, məsələn, IFRS 18 ilə əlaqəli mandatory subtotallar var. Mandatory subtotallar deyil, yəni sən statement of profit olursa, mütləq onları qoymalısan. Mütləq o subtotallar olmalı. Subtotal nədir? Məsələn, əvvəl nə idi onun adı? Profit before interest tax. Bu subtotaldır. Gross profit bizə subtotaldır. Hansı ki, onu üstünlə toplayırdıq, rəqəmləri alırdıq. Məsələn, net profit subtotaldır. İndi bizə deyir ki, bizdə 3 dənə subtotal var. Bu 3 subtotal mütləq profit olursa görünməlidir. Mütləq. Hansılardır? Operating profit mütləq görünməlidir. Profit before financing and income tax mütləq görünməlidir. Profit for the year mütləq görünməlidir. Okay? Demək, bu 3 dənə kateqoriya nədir? Operating profit, profit before financing and income tax, bir də profitin özü, net profit yəni. Operating profit elə əvvəlki operating profitdir. İndi var bir dənə dəyişiklik var, onu qeyd edəcəyik birazdan. Profit before financing and income tax, yadırsa biz bunu əvvəl necə adlandırırdıq? Profit before interest and income tax deyirik. Interest and income tax. İndi o interestin əvəzinə bizdə financing kateqori var deyə adını qoyublar profit before financing and income tax. Okay? Financing and income tax. Adı belə gələcək. Əvvəl PBIT deyirdik, PBIT. İndi PBFT deyəcəyik. PBFT. Biraz yaxşı səslənmir PBFT, amma qeyddə bundan sonra PBIT öyrəşmişdik. Bir də net profit. Ayda məsələn, ən sonunda net profit. Ki versəz, burada bir dənə yadda saxlayın. Artıq gross profitin olması mandatory deyil. Baxın, məsələn, biz həmişə gross profit yazırdıq da, yazırdı revenue cost of sales gross profit verirdi. O, aşağı yuxarı mandatory subtotallardaydı. İndi bu isə deyir ki, gross profit ehtiyac yoxdur. İstəsən qoyarsan, gross profit maliyyəsi batma. İstəsən yox. Yəni, bu səndən asılıdır. Qoya da bilərsən artıq gross profit, qoymaya da bilərsən maliyyəsi batlarına. Profit olursa. Mandatory deyil. Both operating profit and profit before financing income tax will be present even they are the same amount. Deyir ki, operating profit ilə profit before financing and income tax eyni məbləğ olsa belə, hər ikisi ayrı-ayrı line olaraq görünməlidir. Nə vaxt eyni məbləğ olar? O vaxt ki, yəqin ki, bizim investing kateqorimiz investing kateqori yoxdursa, operating profit bizdə profit before financing and income tax-ə bərabər olacaq.
Okey gənclər, burada yazılıb gross profit and profit before income tax are not mandatory subtotal. Onlar məcbur deyil artıq. Bəzi şirkətlər əlavə göstərə bilərlər, amma sizdən məcbur tələb olmayacaq. You will see this present and are expected to present this when preparing financial statements. Yəni siz FI examində onsuz gross profit, profit before income tax-i yenə görəsiniz. İndi bayaqdan danışdığımız isə gənclər, gəlin indi formata baxaq. Formata baxaq görə nədir? Biz danışdıq ki, bizdə 5 dənə kateqoriya var. Hansı kateqoriyalardır? Gəlin baxaq. Operating category, investing category, financing, income tax category, bir də ki, discontinued operation category. Görürsünüz 5 dənə kateqoriya var. 5 dənə kateqoriya. Sonra buradan profit alıb, sonra other comprehensive income burada qeyd edib. Sonra total comprehensive income alıb. Profit bölüb qrupla NCI arasında, total comprehensive income qrupla NCI arasında bölüb, bu NCI hissəsidir. Bir də bayaq danışmışdıq da, qeyd elədik ki, earnings per share bizdə disclose olunmalıdır, əgər biz publicly traded company isə. Bu da böyük ihtimalle publicly traded company'dir. Şeyləri bazarda alınıb satılır, ona görə EPS-i də burada qeyd edilib, baxın. Basic EPS, diluted EPS. 2024 və 23-cü il üçün rəqəmləri burada mütləq qoymalısınız. İndi bizə lazım olan nədir? IFRS 18-dən bağlı gələn dəyişikliklər. Onsuz bu profitdən aşağı isə əvvəlki hissədə heç nə dəyişmir profitdən aşağıda. Profitdən yuxarı hissə dəyişir. Dəyişən nədir dedik? Discontinued operation'ı görürsünüz, buraya əlavə ediblər. Loss for the year from discontinued operations. Yaxınlaşma olur. Aha, belə yaxşıdır. Loss for the year from discontinued operations. Görürsünüz, discontinued hissəyə düşüb. Income tax expense dedik, tax kategorini formalaşdırır. Baxın, borrowingdən lease liability yaranan interest expense, provisionlardan yaranan pension liability yaranan interest expense, true financing kategoriya. Investing kategori bizdə investisiyalarla bağlıydı, associate, joint venture keçməmiş efiyyətdə, ona görə maraqlı deyil bizə. Burada, bu məqamda share of profit, loss of associate. Yadınızdadır, share from SOPA'da da share of profit from associate. Bax odur, həmin hissədir. Bir də other investment income. Burada başqa, bu kategoriyalardan başqa bir də dedik, operating kategori var. Operating kategoride hər şey düşür. Qalan hər şey operating kategoride düşür. Baxın. Burada indi mandatory subtotallar hansılar idi bizdə dedik. Operating profit mütləq olmalıdır. Profit before financing income tax. Bir də ki, profit for the year, no, this profit. Sadə profit mütləq 3 kategoriya mütləq olmalıdır. 3 kategoriya yox, 3 subtotal. Burada ümumi bir dənə formata baxaq sürətli şəkildə. Revenue, cost of sales, operating activity-lərindən bağlı hissələrdə. O revenue, cost of sales, gross profit alıb, sonra digər gəlirlər və digər xərcləri qeyd edib, operating profit alıb. Operating profitin üzərində investisiya ilə bağlı yaranan müsbət mənfi rəqəmləri qeyd edib, nəyə alır? Profit before financing və income tax-i. Demək, yadda saxlayın, bu birazdan lazım olur bizə. Operating profit ilə profit before financing income tax arasında nə var? Investing kategori. Yəni, associate-dən gələn income, nə bilim, digər income'larımız ola bilər, digər investmentlarının yaranan müsbət mənfi rəqəmlər, hamısı düşəcək bura. Normalda, çox misalda bu operating profit birbaşa ilə profit before financing və income tax-ə bərabər olur. Amma bərabər olmaya bilər, nə zaman investing kategorida rəqəm varsa. Profit before financing income tax aldıq, sonra finance costları qeyd edirik, interest expense-ləri, yəni profit before income tax alırıq, sonra income tax qeyd edib, sonra da discontinued operation yanına müsbət mənfi rəqəm qeyd edib, net profit alırıq. Bu oldu gənclər formatımız. Bu oldu formatımız. Qaydan arxaya. Bu profit and loss-la bağlı hissədir. Profit and loss-la bağlı görürsünüz, biraz dəyişikliklər çox. Profit and loss-la bağlı dəyişikliklər çox. Bu aggregation, disaggregation məsələsi elə əvvəlki kimidir. Yenə də aggregation, disaggregation edə bilərsiniz. Nə zaman aggregation edirik? Əgər eyni xüsusiyyətə malik gəlirlər və xərclər varsa və kifayət qədər böyük rəqəm deyilsə, onlar normalda aggregation edirik. Yəni, bir line olaraq göstərirdik hamısını. Məsələn, administrative expense-ə aid olan bütün xərcləri götürüb administrative expense-in altında yazırdıq. İçində daha doğrusu. Segregation nə vaxt olur? Eyni xüsusiyyətə malik deyilsə hansı expense-lər, mütləq onları ayrı-ayrı göstərmək lazım. Profit and loss-ı. Yes.
Məsələn, goodwill impairment loss-u deyir ayrıca line ola bilər. Çünki deyir əgər materialdirsə onu ayrıca line olaraq göstərsəz daha yaxşıdır. Çünki onun nə bilim human resource-la, IT-ilə, legal account postlarına əlaqəsi çox yox. Bunlar hansı bir dərsdə danışmışdıq bu konusu. For example, if may be told to present as this credit will be available for following instruction. Failure to do so will mean not achieving full credit available. Bir də bir dənə yadda saxlayın. Burada məsələn sizdə hansısa line-ı tələb edirsə ki, ayrıca yazın. Məsələn, burada nə yazıb? Deyir ki, research expenditure-ını ayrıca yazın. Materialdır çünki. Ayrıca bir line olaraq yazın. Onu mütləq ayrıca line olaraq yazmağımız məsləhətdir operating expense-lərin içərisində. Ona görə yəqin ki 0.5 bal verir. Bir də bu IFRS 18 ilə bağlı bizdə management defined performance gəlib. Onu F7-də biz danışmırıq. SBR-da skopda var. F7-də yoxdur. Ona görə bu istəmiyyətdə toxunmuruq. Gələk indi IFRS 18-in cash flow ilə bağlı. Müsbət mənfi, daha doğrusu dəyişikliklərlə. Daha görə cash flow-ya necə təsir edib? Cash flow-a necə təsir edib gənclər? Cash flow-da əslində çox ciddi dəyişiklik yoxdur. Cash flow-da 3 dənə kateqorimiz var, yadınızdadır. Operating, financing and investing kateqorilər. Aktivitilər daha doğrusu. Bu aktivitilər həll olduğu kimi qalır. Aktivitlərdə heç bir dəyişiklik yoxdur. Sadəcə aktivitəyə düşən bəzi itemlar dəyişib. Bir də ki, nə dəyişib? Cash flow-nun starting point-u dəyişib. Danışacaq indi detalım. Gəl baxaq elə burada bəlkə. Cümləni oxuyaq. Previously, when presenting cash generated from operations using indirect method, entity will start reconciliation with profit before income tax figure for statement of profit or loss. Now IFRS 18 requires entity to disclose figure for operating profit. This has changed. Nə deyir? Deyir ki, əvvəl yadınızdadır biz cash flow-nu yığanda direct yox, direct və indirect. Ümumiyyətlə, directdə heç, amma indirect metodda biz neyindirdik? Götürürdük profit before income tax-i. Dedik burada line-ı götürməliyik. Onun üzərinə adjustmentlar falan eləməliyik. Oradan cash rəqəminə çıxmağa çalışırdıq da yadınızdadır. İndi burada deyir ki, siz artıq profit before income tax əvəzinə götürməlisiniz operating profit. IFRS 18-ə görə. Deməli, siz başlamalısınız artıq hansı line-dan? Operating profit line. Yəni, əvvəl bunun adı profit before income tax idi. Profit before income tax. PBT-də yəni yes. Əvvəl PBT-ni götürürdük, PBT-ni. İndi götürürük operating profit. Operating profit götürüb adjustmentları daxil edəcəyik. İndi baxın, görün operating profit hansı rəqəmdir? Operating profit bizdə hansı rəqəmdir? Income tax expense-i, finance costları, çıxmadığımız invest income-ları əlavə eləmədiyimiz rəqəmdir. Geçsək P&L-lərə baxsaq, P&L açıq buradan. Yes. P&L-lərə baxın. Operating profit görün hardadır? Əvvəl təsəvvür edin, biz buradan başlayırdıq cash flow-ya. İndi deyir cash flow-ya buradan başlayır, operating profit. Əvvəl buradan başlayanda yadınızdasa buradakı rəqəmləri add-back edirdik və ya çıxırdıq, adjustment olaraq qəbul edirdik. İndi operating profit-dən başlayırsınız deyə bunları artıq adjust eləməyəsiniz. Aydın məsələdir. Operating profit-dən yuxarıya baxasınız. Əvvəl məsələn nə edirdik? Profit before income tax-i götürəndə finance cost-u üzərinə gəlirdik. Ki, alaq profit before financing and income tax-i, sonra cash-ləri düzəldək, çıxaq cash rəqəminə. İndi biz operating profit-i götürdüyümüzə görə təzən bir də finance cost-u üzərinə gəlməyəcək, add-back eləməyəcək. Okay, daha rahat, daha balacalaşdırıblar operating activity-ni. Operating profit-i götürdük, sonra adjustmentları daxil edirik. Hər şey olduğu kimi qalır gənclər, hər şey olduğu kimi qalır. Bir dənə dəyişiklik nədir burada? Əvvəl yazacaqsa burada income tax paid-in yanında hansı line var idi? Deyə bilərsiniz. Income tax paid-in yanında bir dənə line yazılır normalda. Altında və ya üstündə fərqi yox. Orada bir dənə line olur. Adı nə idi? Adı nə idi? Adı bilirsiniz nə idi? Interest paid. Interest paid-i əvvəl hara yazırdıq normalda? Normalda yazırdıq operating activity. Amma not olaraq da yazırdıq ki, bu şirkətdən şirkətə dəyişə bilər. Interest paid-i bəzən financing activity yaza bilərik. Belə danışmışdıq da əvvəl.
İndi IFRS 18 gələndə dedi ki, interest paid operating activity yazmayın. Çünki interest paid financing ilə bağlı yaranan interestin ödənişidir. Ona görə interest paid yaxşı olar ki, financing activity-yə düşsün. Artıq siz interest paid-i finance activity-də görəsiniz. Gedək baxaq. Var burada. Yazmayıb, oxuya-oxuya baxarıq. Deməli, interest paid-i danışdıq ki, köçürük hara? Financing activity. Sonra dividends paid-i. Dividends paid-i də bizdə optional olaraq vermişdi. Deyirdi, bəzən dividend paid-i şirkətlər operating activity yazırlar, bəzən finance activity. Yeni standart IFRS 18 deyir ki, dividend paid mütləq olmalıdır harda? Normal şirkətlərdə. Dividend paid olmalıdır. Finance activity-də. Okay? Gəlin bura baxaq. Before issue of IFRS 18, IAS 7 permit IAS 7 bizə cash flow statement-dan, cash flow statement-dan bağlı standart. Interest paid, dividend paid-i deyir operating activity-də qeyd edirik. Hal-hazırda isə və yox, əvvəl həm hər ikisini qeyd edə bilərik. Deyir IAS 7-yə düzəliş elədilər. Dividend paid-i harda prezent eləməliyik? Mütləq financing kateqoriyada. Financing activity-də. In most entities. Must also show interest paid as finance activity. Burada əksəriyyət şirkətdə yazıb. Nəyə görə? Banklarda biraz fərqlidir məsələn. Banklarda dividend paid-i və yaxud interest paid-i fərqli yerə yaza bilərsən. Çünki onlar biraz fərqli sferadır. Amma normal production şirkətində, normal şirkətlərdə dividend paid və interest paid düşməlidir ara finance activity. Okay? Okay. Deyir sizə interpretation-da bəzən cash flow-dan extract da verə bilər. Bu dəyişməyəcək. Bu olduğu kimi qalacaq. Bu okeydir. Bir də burada bir dənə not gördüm. IAS 7 doesn't refer to cash generated from operations. This has been replaced with cash from operations operating activity before income tax. Cash generated from operations, cash from operating activities before income tax. Ha, bu line dəyişib deyir. Bir dənə onu da göstərim. Əvvəl burada fikir versəz, cash from operating activities before income tax var. Bu line adı əvvəl şeydir. Cash from operations. Adı belə gedirdi. Cash generated from operations. Əvvəl adı belə gedirdi. İndi onu dəyişdirlər. Adını qoyublar cash from operating activities before income tax. Yəni income tax ödəməmişdən qabaqki gələn sənə cash operating activity-dən. Daha rahatladı. Bunlar belə, bunlar belə. Bu heç, bu sizə maraqlı deyil çox. Baxım başqa nəsə belə sizə maraqlı olan bir şey var. Impact of Section A, Section B containing sole objective test question is not significant. Yəni Section A-yə, Section B-yə də ciddi bir şey təsir eləməyəcək sizdə bunlar. Əsas Section C-yə düşür. Section C-yə. Yadınızda biz danışmışıq. Section C-də onsuz sizdə bir dənə individual financial statement düşəndə digəri consolidated olur. Okay? Preparation of financial statements, individual group of company, group or company or group of companies. Preparation of financial, interpretation of financial statement. Preparation of financial statement biz individual maliyyə hesabatları, bir də consolidated maliyyə hesabatları yığılması. Bir də ki interpretation of financial statement individual şirkətlərin interpretation'ı, bir də ki grup şirkətlərin interpretation'ı. Bunlar imtahana düşə bilər də sizdə senaryo olaraq. Burada indi baxın görün nəsə təsiri var başqa. Başqa heç nə yoxdur məncə. Ciddi bir şey olmamalıdır. Başqa bir dənə yadıma salın. Bir də dividend paid, paid yox. Dividend received, interest received-i biz investing kateqoriyaya, daha doğrusu activity atmalıyıq da, cash flow statement-da. Dividends received, interest received düşməlidir investing activity-yə. Onu da əvvəllər danışmışdı onsuz, o dəyişməyib. Bunlar belə. Bir də gənclər, burada interpretation-la bağlı hissəni danışmaq istəyirəm. Onsuz bayaqdan danışdığımız hissə əslində individual maliyyə hesabatlarının normal analizidir. Onlar necə təsir edir individuallara. Bir də burada interpretation-la necə təsir edir ratiolara. Biraz onu danışmaq lazımdır. Deməli, interpretation-la biraz təsir edir nələrə? Ratiolara. Ratioların biraz düsturunda yüngülvari dəyişikliyi var. Əvvəl biz operating profit-i hər yerə yazırdıq. Profit before income tax-i, income and tax-i operating profit-i bərabər edirdik demək olar. Hər yerə yazırdıq. Deyildi, operating profit bizə profit before interest and tax-ə bərabərdir. Düsturlarda olduğu kimi istifadə edirdik.
İndi isə bizdə operating profit-nə fikir versəz, P&L-ə baxdıqda bayaq. Operating profit-ilə profit before finance income tax arasında line var. Hansı line-dır? Investing category-yə aid olan line-lardır, elə deyil. Və burada line-lar var deyə investing category-yə aid olan line-lar. Ona görə biz bəzi üsullarda operating profit istifadə edəcəyik, bəzi üsullarda profit before financing and income tax. Bax görək hansı üsullarda operating profit istifadə etməliyik, hansılarda profit before financing and income tax-i. İdeal ssenari nə olar? Sizin investing kateqoriyada heç bir rəqəminiz olmayar. Elə sizin birbaşa operating profitiniz profit before financing and income tax-ə bərabər olar. Elə hər ikisində də eyni rəqəm götürəsiniz. Amma bəzən fərqli ola bilər. Yəni investing kateqoriyada rəqəm ola bilər. Baxaq bir dənə sürətli şəkildə. When interpreting financial statement, it's important to recognize information present in IFRS 18 format. Be careful when selecting line item to use calculation of ratios. Deyir, ratioları səndə hesablayanda diqqətli ol, hansı line ilə istifadə edəsən. Bax, indi ROCE-dən başlayaq. When calculating return on capital employed and interest cover, the return on capital employed və interest cover hesablayanda sürətdə mütləq hansı rəqəm yaz? Profit before financing and income tax-i. Profit before financing and income tax-i biz sürətdə mütləq yazmalıyıq. Yəni bizim sürətdəki line-ımız profit before financing and income tax olacaq. Okay? Və bu profit before financing və income tax-dir. Yəni əvvəlki PBT-dir. Profit before interest tax. Profit before income tax deyil. Profit before financing and income tax-dir. Okay? Yəni operating profit-dən sonraki subtotal. Onu deyir mütləq istifadə elə. Burada yazı belə onsuzdur. This was referred to as profit before interest and tax. Yəni PBT. PBT-lə eynidir. PBT PBT-lə eynidir. Yazır ki, be careful not to confuse with this profit before income tax. Bunu açdıq. Deyir, başlıqları eynidir, çaşdıra bilərsin. Amma deyir, asset turnover hesablayanda operating profit istifadə elə. Gözəl. Deyir, asset turnover hesablayanda when calculating asset turnover, you may only use operating profit margin in your calculation if operating profit is equal to profit before financing and income tax. Return capital employed. Okay. Bu nə demək istəyəcəklər? Normalde biz indi asset turnover hesablayanda operating profit'i bölməliyik. No, sorry. Asset turnover'ın düsturu neydi? Asset turnover'ın düsturu revenue bölsün capital employed. Okay. Bu ehtimalla nəyə refer edir? İndi təsəvvür edin sizin operating profit before financing and income tax-ə bərabərdir. Yox, ondan əvvələ qayıdaq onda. Operating profit margin düsturu necə olacaq? Operating profit margin düsturu operating profit bölünsün revenue-dur. Amma ROCE-nin düsturu necə oldu? PBT bölünsün capital employed, yes. Əvvəl yadınızdadırsa biz 3 dənə ratio arasında əlaqə yaradırdıq. ROCE bərabərdir. Nedir? Operating profit margin vurulsun, asset turnover. Bu əlaqə var idi bizdə. İstəyirsiniz yazın bura. Əvvəl düstur necə idi? Dedik, ROCE-nin özü nəyə bərabərdir? PBT, indi PBT qoyacaq da bundan da. PBT bölünsün capital employed. ROCE-nin düsturu budur da, indiki düsturunu yazın. Interpretation dərsində demişdiniz bunlarda həm də. Gözəl. PBT bölünsün capital employed-dir. ROCE. Sonra asset turnover düsturu var. Asset turnover düsturu nədir? Gəl bu formatı götürüm atım bura. Asset turnover düsturu dedik. Revenue bölünsün capital employed. Belə deyil. Bir də ki operating profit var idi. Operating profit margin. Gəl bu formatı götürüm. Operating profit margin. Bir de bu vardı. Bu neye beraberdir? Bu da değildi ki operating profit bölünsün revenue'dur. Əvvəl biz, lap əvvəl, bu IFRS 18-dən qabaq rahat nə deyildik? Deyildik ki operating profit margini qabağa yazsam, operating profit margini mən vursam, əvvəl nə deyildik? Operating profit margini mən vursam
asset turnover alacağam rozeni. Bu əvvəl elə idi də. Çünki əvvəl nə edirdik? Dedik ki, bunu buna vuranda, yəni asset turnover, operating profit margin vuranda revenue-lar ixtisar gedir. Geriyə nə qalır? Operating profit bölünsün capital employed. Bizdə də əvvəl nə idi? Dedik ki, operating profit bərabərdir əvvəlki məntiqlə PBIT-yə. Operating profit PBIT-yə bərabər olduğuna, PBIT-ə bərabər olduğuna görə dedik ki, bu da bizə rozeni verir. Operating profit əvəzinə PBIT yazırdıq, böldük capital employed-ə rozeni verirdi. Amma indi biraz dəyişib. Fikir bunların sürətləri biraz fərqlidir. Operating profit margin sürətində operating profit var. Rozenin sürətində PBFT var. Nə vaxt mən asset turnover-ı operating profit marjaya vursam, rozeni alaram, yalnız bir halda. Hansı haldır? If operating profit bərabərdir PBFT. Profit before financing tax. Operating profit before financing tax-ə bərabərdirsə, yes, mən onda deyirəm ki, asset turnover-ı vur. Asset turnover-ı vur. Operating profit marjaya. Al nəyi? Rozeni. Deməli, rozen bərabərdir. Bu ikisinin hasili. Bu nə vaxt doğru olar? Operating profit before financing tax-ə bərabər olsun. Yox, əgər bərabər olmasına baş verir, biz bu məntiqi istifadə etmərik. Çünki bərabər olmasa, operating profit bu ikisini bir-birinə vuranda nə qalır? Revenue-lər ixtisar girəndə operating profit bölünsün capital employed. Bu bizə rozeni verməyəcək, çünki rozenin üstündə artıq bu profit istifadə olunmalı. Okay? Diqqətli olun. Operating profit marjının üstündə biz artıq operating profit istifadə edirik. Rozenin üstündə PBFT-ni. Onlar ikisi bir-birinə bərabər olsa, link qura bilərsiniz. Yenə əvvəlki dərslərdə danışdığımız kimi interpretation'da link qura bilərsiniz. Bərabər deyil deyə link qura bilməyəcək. Interpretation işləyəndə diqqətli olun. Burada da onu demək istəyir. Deyir, əgər sualda investment income varsa, yəni investing kateqori varsa, avtomatik o deməkdir ki, operating profit-lə səndə profit before financing, yəni income tax bərabər deyil. O bərabər deyilsə, artıq sən o əvvəlki məntiqi istifadə edəmərsən. Link qurmağı ratiolar arasında linki istifadə edə bilmərsən. Bir də yadda saxlayın. Operating profit ilə profit before financing income tax eyni rəqəm olsa belə, siz onları yenə ayrı-ayrı line olaraq göstərməlisiniz. Okay? Və burada da öz yazır. Similarly, when calculating return on capital employed and interest cover, use of operating profit is not appropriate when there is an investment income. Investment income varsa deyir, operating profit istifadə edilmərsən rozenin və interest cover'ın düsturunda bunu da artıq danışdıq. Bu oldu gənclər bizim IFRS 18 ilə bağlı təzə update-lərimiz, hansı ki imtahana düşəcək. Təzə update olduğuna görə imtahana tezsiz düşəcək. Okay? Yaxşı olar ki biləsiniz. Hətta deyəsən sentyabr sesiyasında düşmüşdü imtahana. Biz onun tələblərini danışmışdıq sənin. İmtahana düşmüşdü. Yaxşı baxın bu istilər update-lərə. Onsuz gələcəkdə işdə lazım olacaq sizə. Bu oldu bizim IFRS 18 ilə bağlı update-lər.